Mansur Məmmədov. Babalar sənin yanına gidəndə, maşınla əlaqədə. Deyirdin ki, onda da videoya verilişlər, daha doğrusu YouTube'a verilişlər koydun. Sen deyirdin ki, niye söz söylüyorsun? Sen niye söz söylüyorsun? Ha, bu yazılığın yetimi, canı, evvela söğüşle dayak istiyor. O Şaban'da var ya. Bunun canı dayak istiyor. Senin ne uğraştı ben söyledim sana, söylemedim. Bak indi söz, benden herhalde sen söylediler. Ve yaxşı, TikTok'da bütün millet baktı söğüşe. Sen, daha doğrusu, demək istəmirəm daha doğrusu, ama sen mecbur edirsən adam ki, niye söz söylüyorsun? Senin o, yarın ki videoya baktın ki yoldaşıva deyilen sözler, kızıva deyilen sözler, senin kimi bir, ne diyeyim, şahsen insan olsaydı, insan sıfatı olsaydı sende, sen bizim o gün veriliş verildi, yanından verilişimiydi, Abamedia'dan. Orada deri bulan yüzü sırtılıp, sen yüzü görene kadar sırtılıp ki, sen o söğüşe sen özün güllerini başından çakmalıydın ki, ben bu şəraiti niye göre yaradıram ki, ben belə sözler deyirlər. İndi özü oxşatmışsan burada Qaz dairəsində biri var, Məlik Məmmədli, Nağıl Məmmədli, Mərkər, nə bizi bildirsən. Özü, onu da öyrətmişsən, yəni belə öyrətmişsən ki, söhüşədə də hamısına tab gətirir. Gətirir, deyirkən, düzdür. Ona göre ki, mən düz deyirəm, mən yalan söz. Kazım daha demədə, Kazım lap o şeyin sözü olmasın, qoncağın qoncağıdır. Mənə də qəzət eləmək istəyir ki, bu. O evet, sen gitmezsin, ne diyor, Asan Hükmet'e orada senin. Asan Hükmet'ten kartofumcuna, ay kül senin başlı olsun, ay Kazım. Ay Kazım, sen uşaqıydın, ne belki turistikmarka gəzirdin. Ben o ucada yaşayanda, daha doğrusu polisi işləyəndə, başı xarab. Seni kim getirib oraya koyubsa, çok naciz, ne bileyim, alçağın verdi. Deyən niye göre? Ben sual eləyə niye göre? Ona göre ki, bu icra başçısı sen kim başıboşlardan istifadə edir. Gəlin mənə məktub yazsan ki, sağa gitməlidir ki, Asan Xidmətə. Yaxşı, sağa da Asan Xidmətə gitməlidir. Mən tələb edirəm səndən ki, sayğacın sertifikatı ilə laboratoriya kağızın mərtəbini eləyərsən. Elə də kişiliğin satırsa, kişi doğursan da sən. Sen alçağın yekəsisən, ha Kazım. İkinci alçaq, o biri alçaqdır ki, səni bu işe mecbur edir. Ben bunun hamısını yaxşı bilirəm. O Məlik Məmməd də ki, o çıxdı getdi o pıskıya, başını götürdü getdi. Yani özü de bilir ki, alçaqlığın derecesini bilir ki, ne cürə görür ki, o daha alçaqlıq eləyənmir, bundan hocası yoktur. Ben gelim o pıskıya biraz dincəlim, gəl gene alçaqlığımı devam etdirər. İcra hakimiyeti seni vallahi icra hakimiyeti yok, oyuncudan da koymak olmaz. Oyuncudan, oyun gütmeye sen koymak olmaz. Ona göre ki sen götürüp bunu neter derler. Onu diyende böyle der ki yani götürüp türmeye basmakla ya hapishaneye basmakla mesela işler düzelmedi. Öyle bilsen düzelir. Allah hakkından ahırı var. Ben prokuraturada da vermişim. Birinci günden vermişim ona. Ki açı, o oyundur, onun ahırı var. Kanunları tapalamak ahırda sen başında çatlayacak. Bunlar başımda çatlasın. Ben de başımda çatlasın. O sen de başında çatlayacak. Onun da demek istedim ki, yaxşı, o Fuat verirlərdən mən belə. Mən heç onunla aynen bəri əlaqəm olmuyor. Həqiqətən oradakı işləyənlər də bilir ki, onunla mən maşınım tutulanda onu göndərdim ki, get Ravasıma deyiləm ki, maşını çıxartsın. Belə şey olub, 100% olub. Sonra
Eldar Paşayev'in torbasını tiktiğin şey. Şahsen senin Nurzel'i vardı, Nurzel'i. Şimdi narka biznesi işliyor. O ben yanıma 2-3 defa geldi, reisten gelsin, reisten gelsin. Reismen ne var ki ben reisten geldim. Gelsin yanında diyeyim, yüzleştirilsin diyeyim ona ki, sen bana demirdin ki reisten gel. Reisten resmi mektupta yazdım ki, reis, bu benden ne istiyorsun? Diyor ki, böyle reisten götür. Onun ne maddi mararı var? Onun da torbasını tiktim. İndi çalışırsan bəzilərinin torbasını tiyməyən, orada ucarda. Yəni məsul vəzifələrdə işləyən. Fadı o, mən düz nəzərdən çıxartdım. Ay kişi, fadı o neçə ildir orada işləyirdi, o nedir elə? Nurun yanında işləyirdi da fadı. Mən belə orada işləyirdim. Sən bilmirdin ki, fadı orada nə ilə məşğul olurdu? Bana oğuzun içi kimi bilirdin. Fadı verdin güdaza. Onu ben 100% bilirəm. Sen o başından diyorsan, başın kuş başıdır. Sen o derecede sen kuş başıdır. Hakiki baş olsaydı sende, sen benim gibi adama gelip ilişmezdin. Öyle polisi işleyen adam. Adam Ucar rayon polis şubesinde pasport meselesi işleyir. Yani o bütün kanunların hamısını ders geçiyor. Sen elə başa düşme gelin ki, bahadır adamdır da ne desen eləyəcəm ona. Sen bana yakın da gələ bilməzsən. Gələrsən, görərsən. Gəldiyin kimi də görərsən. İkinci bir də, mən bacım oğlunun ölüm məsələsi. Dəfələrlə demişəm. Ölüm məsələsi. Buna da sen bahçede eləmişsən. Sen. Yani çok adamların güdaza vermişsən bu ucarda. Kime arxalanmışsan, özün də yaxşı bilirsən. Özün yaxşı bilirsən kime arxalanmışsan. O arxalandığın adamda çox çəkməz Allah qoysa. Allah var. Yəni ki, o bəndələrin ötəsindən gəlməyə bir ilahə pərverdigara hökmün göstərər. Sənin kimi bir insan Ucar rayonuna gəlməyib, gəlməyəcəkdir. Niyə görə? Biri var ki, o çox adam deyir ki, bu Yeziddir. Yeziddir. Həqiqi o Yezidlərdənsən sən. Yezidlərdənsən. Sənə insan kimi deyirəm ki, cəhənnəm olsun get daha. Sən Paçinonla deyirəm, vizyonsuz. Səni mən insan tərzində görmürəm. Ona görə ki, kişiliği olan kəs gələrdi o vaxtı mənim reklamını söktürəndə mağazindən. Gələrdi sözüm mənə deyər, sən deyə bilmədin. Sən əclah mindin maşına qaçdın. Ucar rayon prokuraturasına da tapşırmışdım ki bu belə. Ondan sonra bayanlı komisarlığını gönderdim mənim üstüme. Ondan sonra keçdi. Bankomat ki daha heç. O qaçdı, sənin əlindən qaçdı bu da. Heç bir il yanım işləmədi. Qaçdı çıxdı getdi. Niyə görə qaçdı çıxdı? Sən qanunsuz əməllərə görə. Və Allah görür axı qurban olduğum, səndən qanunsuz əməllərə ilişsən. Sənin bu gedişlə sən gedə bilməyəsən. Sən arxain ol. Bütün mən Ucar rayon həqiqi mənada götürəndə Ucar rayon polis şöbəsindən, ondan keçdi Ucar rayon prokurorluğundan. Bankomatı demirəm, bankomat mən çağırdı getməm. Neçə gündə mənim başı heç tanımadı. Amma prokurorluğu tanıyıram. Prokurorluqda prokurorluğu da tanıyıram yaxşı. Sən gör nə heybər adamsan ki, gedib onlara tapşırırsan, bunu 100% mən deyirəm. Ki tapşırırsan, ki bəs belə Rasimi çağırtdırırsan. Rasimi çağırtdırırsan, ora, elə, bu prokuror çağırtdırsın məni. Və ya kimsə çağır. Bu ərzəni mən yazmalıyam, yoxsa onlar yazma, elə tapşırırsan onu. Ərzəni deyəndə izahatı. Elə tapşırırsan sən onlara. Hay kül sənin başı olsun. Sənin kimi icra başçısındansa, bir dənə eşeğe getirib bura qoysaydılar, ondan yaxşı olur. Mən dediklərim əvvəla bu qədərdir. Bütün cəmaata deyirəm bu ucar vətəndaşlarına. Deyirəm ki, ay kişi, siz mənim yanımda dəfələrlə deyirsiniz ki, bunu rədd eləmədilər bu alçalıq adamı. Dəfələrlə bu sözləri mən eşidirəm sizdən. Niyə görə siz bir uzaq bundan qorxursunuz da, bundan kim qorxur? Mən şəxsən heç bundan, bir Allah'tan başqa heç kimdən qorxuram. Bu kimdir ki, yaran tulasıdır, bundan qorxar.
Hətta südə bir qeyrət. Yığmısan mən boğaza. Bütün əsəblərimdən oynamışsan o bura gələndən bəri. Ondan qabaqda Ziya oynadı mənim əsəblərimdən. Necə ki demişdi, Hacı Bəyli 2001, deyirlərsən, o deputat işləyirdi, qadın. O qadın deputat işləyəndə Ziya Məmmədov ona demişdi ki, mən verəcəyimdə var. Nə yaxın qonlarından varsa qoyaq bura, işləsin. Ancaq buna baxmayaraq, yoxdursa, sənin bu qohumların yoxdursa, əgər burada işləyəsi, məsəl üçün, qohumları yoxdur, deyir ki, mən burada işləyəsi qohumlarım yoxdur. Onda biz nə deyirik, ona baxmalısan. Biz nə deyirik, ona baxmalısan. Elə həmin şeylə də gedir bu, epizodla, gedir, aynen bəri. Ümumiyyətlə, İlham Əliyev və mən dəfələrlə demişəm, deyir, siqnal verir bizə, siqnal da verir. İndi axır vaxtlar gelib, nə bilim, alçaqları, nə bilim, yoldan keçənləri göndərir ki, sən orada olmalısan. Kişisənsə, tək gəl mənim üstünə. Tək gəl kişi kimi. Səndə o kişilik əlaməti var. Səndə ancaq alçaqlıq əlamətidir ki, gedib, məsəl üçün, özün gəlmək başqa. Mənim evim yanında özün niyə gəlmişsin, ay alçaq? Xeyri olan. Evimi qoyub nabesimi yandıranlar. Niyə özün gəlmişdin? Gəlməyim ya. Mən dediklərim bu qədər.